Xəstəliyim 2008-ci ildən başladı. Çox yüngül, xəfif. Yüngül sağ əlimdə əsməli titrəmələr vardı. Bu mənə mane olmurdu. Bütün işləri özüm görürdüm. Yazı, pozu, üz qırxmaq, köynək itləmək, hamısını özüm bacarırdım. Əziyyət vermirdi. İllər ötdükcə, ancaq buna baxmayaraq mən müalicə alırdım. Öz rayonumuzda aldım, Bakıda aldım, İranda aldım, Türkiyədə aldım, İzmir şəhərində. Sonra İranda 2 dəfə aldım. Heç bir nəticəsi olmadı. Oradalar ancaq dərman tədavisi edirdilər, ilaç tədavisi edirdilər, heç bir şey alınmadı. Günlərin birində bizim bir proqram var, televizyon proqramı. ATV-də 50 doktoru göstərdilər. Baxdım, dedim ki, bu yaxşı vericidir bu. Əli Xocanı Allah göndərib Bakıya. Getdim, həmin vaxtı, onun gələn dəfəsində, gələn dəfə əlim düşdüm qəbula. Qəbula düşdüm, baxdı, yoxladı. Hansı dərmanları, ilacları qəbul edəmsən, birdən cədvəl, 50 dənə dərman göstərdi. Baxdı, yoxladı. Bir də sabahı təzdən çağırdı, yarın yenə də gəl. Yəni, bax, dedi, səndə tədavi olmalıdır, əməliyyat olmalıdır. Soruşdum, əməliyyat necədir? Dedi, əməliyyatı başa saldı mənə. Dedi, ağlın başında olacaq, danışa, konuşa, əməliyyat edəcəksən. İndi iyiyəm, əlim əsmir, bax. Belə. Əsmir, ayağımda hərdən var idi, olmur. Bunda hərdən, hirslənəndə, hirs bilirsən, sinirlənəndə. Sinirlənəndə bu əlimdə başlayıcı zəif yoxdur, şükür Allaha. Allah əlimə, Əli Xocaya can sağlığı versin. O göydən göndərilib bitsin. Çox yaxşı insan.